Salam hörmətli Neftçi TV izləyiciləri. Yenidən Rekord Arenadayıq. İndi isə heyətlər. Əvvəlcə meydan sahibləri. Araz Naxçıvan komandası. Qapıda 1. Komandanın kapitanı Nadir Nadirov olacaq. 2. Tacəddin Balayev. 4. Hüseyin Verdiyev. 6. Sadiq Bədəlov. 7. Turan Fətullayev. 10. Abidin Əliyev. 17. İsmail Əhmədov. Və Neftçinin start heyəti. Qapıda 1. Məhdi Həssanov. 6. Komandanın kapitanı Elvin Vəliyev. 5. Əmir Fəhtiyev. 7. Pünhan Qasımzadə. 9. Kamran İsmailov. 11. Elşən Atakişiyev. 13. İsmail Səfərli. 15. Turan Məmmədov. 17. Raul Abbasov. Hakim artıq saatına baxır, fit səslənir və Gənclər Liqasının Araz Naxçıvan Neftçi maçı start götürdü. Uğurlar Neftçi. Sol canaha. Emin yenidən topla. Emin, Pünhan, Emin, Süleymanov cərmə meydançasında əla döndü. Emin! Gol! Emin Süleymanov cərmə meydançasında 2-3 rəqib futbolçunun əhatəsində əla çevrildi Süleymanov. İzləyək təkrarını. Burada uğursuz toxunuş Araz Naxçıvan futbolçularından. Emin orada Pünhanla paslaşdı. Asist Pünhandandı. Emin əla döndü. Emin əla döndü, əla da vurdu. 1-0. Araz Naxçıvan futbolçusu Emin Süleymanov. Neftçinin növbəti hücumu. Emin, sol canaha Elvin. Baxır cərmə meydançasına. Elvin. Elvin Vəliyev. Eminlə oynamaq olar yenidən oyundan kənar vəziyyətdə deyil. Emin götürdü topu. Emin Süleymanov cərmə meydançasındadır. Emin ötürür qapı qarşısına. Kamran! 2-0. 39-cu dəqiqədə Neftçi fərqi 2 topa çatdırır. Emin Süleymanov bu dəfə asist edir. Qolu vuran Kamran İsmailovdur. Əməyini, əziyyətini qeyd etmək lazımdır. Onun da üzərinə böyük iş düşürdü və sonunda isə asist edən Emin, qolu vuran ötürmə cərmə meydançasına. Başla zərbə, gol! 3-0. Əmir Fətiyev bir neçə saniyə əvvəl alınmadı 3-cü qolu vurmaq, amma küncdən zərbədən sonra bunu bacarır Neftçi. Pünhan Qasımzadə ötürür. Hörmətli izləyicilər, beləliklə maçda birinci hissə başa çatır. İlk hissədən sonra Neftçinin 3-0'lıq üstünlüyü var. Gənclər Liqası Araz Naxçıvan Neftçi maçında ikinci hissə başlayır. Sağ cəbhədən müdafiədən çıxmağa çalışdılar Araz Naxçıvan futbolcuları, amma top itirdilər. İndi Neftçinin hücumu təhlükəli ola bilər. Burada zərbə olacaq mı? Elvin Vəliyev! 4-0 olur hesab. Kapitan fərqlənir. İlk hissədə də Elvinin fərqlənmək üçün imkanı var idi. Həmin epizodu qaçırmışdı, amma bu dəfə Elvin Vəliyev yaxşı zərbə idi. Ayağının çölü ilə topu uzaq küncə vurur. 90 dəqiqədə tamamlandı maçda və elə 90 dəqiqə tamam olan kimi hakim maçın final fitini səsləndirir və oyun başa çatır.